Ağcabədi rayonunda azyaşlı çox saylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Məlumata görə hadisə rayonun Aşağı Afşar kəndində baş verib. Kənd sakini olan azyaşlı müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb, yaxınları onu dərhal Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ağcabədi rayon mərkəzi xəstəxanasından bildirildi ki, ötən gün saat 18 radələrində 2019-cu il təvəllüdlü azyaşlı bədəninin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxananın təcili tibbi yardım şöbəsinə gətirilib. Pasiyent dərhal əməliyyat blokuna alınıb, əməliyyat icra edildikdən sonra onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Daxili İşlər Nazirliyindən bildirildi ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.